Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. İmam Hüseyin əleyhissalamın məqam və mənzilətini məsumların kəlamında müzakirə edirdik. Ötən bəslərdə Allah Rəsulundan İmam Hüseyin əleyhissalam barəsində deyilən iki hədisi qısa olaraq siz əzizlərlə müzakirə etdik. İstərdim bu gün də Allah Rəsulundan İmam Hüseyin əleyhissalam barəsində buyurulmuş bir kəlamı qısa olaraq müzakirə edəm. Bu hədisi Mühəddis-i Nuri özünün Müstədrək hədis kitabında nəql etmişdi. Bu hədisi İmam Sadiq əleyhissalam Allah Rəsulundan nəql edir. İmam Sadiq əleyhissalam buyurur ki, o zaman ki Hüseyin ibn Əli Allah Rəsuluna tərəf qədəm götürmüşdü, Allah Rəsulu Hüseyin ibn Əliyə xitabən belə buyurdu. İnnə li qətlil Hüseyin hərarətən fi qulubil müminin la təbrudu əbəda. Hüseyin ibn Əlinin qətlində elə bir hərarət var müminlərin qəlbində, bu hərarət, bu yanğı, bu sevgi heç bir zaman soyumayacaq. Deyə bilərsiniz ki, bu hansı hərarətdir? Bu, həmən həqiqətə olan yanğıdır. Biz insanların başına həyat boyu müxtəlif hadisələr gəlir. Amma bu hadisələr zamanında bizim üçün ağır olsa da, acı olsa da, zamanla bunların hamısını unuduruq. Heç olmamış kimi həyatımıza davam edirik. Amma insan oğlunun həyatında bəzi hadisələr var, onu heç bir zaman, heç bir an unutmur və unuda da bilməz. Çünki insanın sağlam yaradılışı, insanın fitrəti və insanın vicdanı heç bir zaman bunu unutmağa imkan vermir. Bu həmən həqiqətə olan yanğıdır. İnsan hər hansı bir acı ilə, acı hadisə ilə üzləşsə də, zamanla ona pis təsir etsə də unudacaq. Amma insan haqla üzləşsə, haqqa boyun əyməsə və yaxud haqqı qəbul etməsə, doğru sözü eşitməsə, desə ki, mən razı deyiləm, qəbul etmirəm, amma onun vicdanı həmişə deyəcək ki, bu haqdır, bu doğrudur. Allah Rəsulu buyurur ki, müminin qəlbində bir hərarət var Hüseyin ibn Əlinin qətlində və bu hərarət heç bir zaman soymayacaq. Çünki Hüseyin ibn Əlinin qətli və şəhadəti haqq və həqiqət üçün idi. Nə zamana qədər ki, dünyada haqq və həqiqət var, Hüseyin ibn Əlinin bu hərarəti də bütün müminlərin qəlbindədir. İmam Sadiq əleyhissalam sözünün davamında öz sözünü belə nəql edir və buyurur ki, Əbi qətilu kullu əbrətin. Atam, anam ona fəda olsun. O, bütün göz yaşlarının qurbanıdır. İmam Sadiq əleyhissalamdan soruşdular ki, Yəmmə Rəsulullah, bu nə deməkdir? Göz yaşlarının qurbanı nə deməkdir? İmam Sadiq əleyhissalam buyurur ki, La yazkuruhul mü'min illa bəqa. Elə bir mümin şəxs yoxdur ki, Hüseyin ibn Əlini zikr edə ya onun yanında İmam Hüseyindən danışa, o ağlanıb qəbrənməyə. Çünki müminlə İmam Hüseyin əleyhissalamın bir mənəvi rabitəsi var. Nə qədər ki, insanın qəlbi qəsavət bağlamayıb, ona Hüseyin ibn Əlidən danışanda qəmlənir, ağlayır və kədərli olur. Demək, insan öz qəlbinin sağlam olmasını bilmək istəyirsə, mənəvi olaraq insan hələ ki yaşamağını bilmək istəyirsə, baxsın görsün Hüseyin ibn Əlinin qətlinə qarşı bunun qəlbində
hansı emosiya və duyğu var? Allaha and verək, bu hərarət hər birimizin qəlbində olsun. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.